İyunun 16-sında Kürdəmir rayonunun Sığırlı kəndinin bir qrup sakini polis zorakılığına etiraz olaraq aksiya keçirib. Yerli sakinlər qısa müddətdə Bakı-Qazax magistral avtomobil yolunu bağlayıblar. Vurğulandığına görə aksiya iştirakçıları yol kənarında kiçik ticarətlə məşğul olmalarına maneə yaradılmasından, onlardan haqq istənməsindən şikayətləniblər. Abzas media işi üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın vəkili Bəhruz Bayramov bildirib ki, Elnarənin ittiham olunan əməlləri törətməsinə dair heç bir fakt və ya sübuta rast gəlinməyib. Buna baxmayaraq o həbs olunub. Vəkilin sözlərinə görə həbsin əsl səbəbi Qasımovanın jurnalist fəaliyyətini davam etdirməsi olub. İranın 10 nüvə obyekti Tehranda yerləşir və İsrailin hərbi hava qüvvələri artıq bugün onlara zərbə endirmək niyyətindədir. Bunu ölkənin müdafiə naziri İsrail Katz deyib. Nazir bildirib ki, hərbi hava qüvvələri xüsusilə bugün Tehranda çox mühüm strateji hədəflərə və infrastruktur obyektlərinə zərbələr endirəcək.